Salam dostlar, bugün iyunun 3'ü 2025-ci il. Sizə Ethereum haqqında öz fikirlərimi paylaşacağım. Yəni Ethereumun hansı istiqamətdə hərəkəti gözlənilir, yəni ən böyük ehtimal hansı istiqamətdə gedəcək, hansı qiymətə qədər qalxa bilər. Yəni bildiyiniz kimi Ethereum pik səviyyəsinə çatdıqdan sonra 3900-4000 dollar qiymətə çatdıqdan sonra qiymət aşağı düşüb və aprel ayında təxmini deməli Ethereum öz lokal dib qiymətini görmüş, yəni təxmini 1600 dollar qiymətinə qədər enmişdir və apreldən başlayaraq yuxarıya doğru bir trend müşahidə olunur. Hal-hazırda Ethereum qiyməti 2625 dollardır. Yəni təxminən 1600-dən təxminən 1000 dollar civarında bahalaşıb. Əgər biz deməli gündəlik time frame-ə keçdikdə yaxından baxdıqca nə görə bilərik? Görə bilərik ki, deməli may ayının 10-undan bəri Ethereum bir flat, bir konsolidasiya zonasına daxil olub. Yəni gördüyümüz kimi əgər biz aşağıya baxsaq, yəni aprel ayına nəzər yetirsək, görərik ki, həmən müşahidə olunur, yəni impuls və konsolidasiya. Konsolidasiya nədir? Konsolidasiya deməli alanlarla satanların daxil olması və bu zonada həmişə kütlə olaraq kütlə toplanır və növbəti deməli impulsa təkan verici bir rol oynayır. Yəni burada kütlə toplandıqda bazara daxil olan böyük investor, yəni bu kütlənin hesabına qiymətin kəskin qalxmasını təmin edir. Biz hal-hazırda eyni şeyi müşahidə edirik. Yəni baxsaq görürük ki, bu konsolidasiya vəziyyətindədir. Əgər biz bura bir şey çəksək, misal üçün rektangl çəksək, yəni bu təxmini belə deyil. Bu təbii ki, belə bokovoy rektangıldır. Bunu silim. Başqa şey çəkim burada. Belə bir şey çəksək, daha məntiqli olar. Biz görürük, bokovoy deməli konsolidasiya gedir. Hal-hazırda qiymət bu bokovoy konsolidasiyanın aşağı hissəsindədir. Və görərik ki, bu hissədən deməli rejection gəlib, yəni burada alıcılar daha çox olub satıcılardan ümumi bu konsolidasiyanın istiqaməti alış istiqamətindədir. Və mən hesab edirəm ki, hal-hazırda əgər biz eyni tendensiyanı burada gözləsək, yəni konsolidasiya impuls, yəni eyni tendensiya burada baş verə bilər. Ona görə mənim fikrimcə yaxşı giriş nöqtəsi hesab oluna bilər. Bu qiymət ola bilər yenidən konsolidasiya olsun, yəni yenidən qalxsın, düşsün, amma bu nöqtədən siz heç bir şey belə deyim, itirmirsiniz. Amma bir şərtlə ki, əgər sizin stop loss burada yox, ən azı deyəndə ki, mən ümumiyyətlə tövsiyə edirəm stop loss qiymətini 2 gündəlik ATR qiymətində qoyasınız. Əgər bunu bilmək istəyirsinizsə, yəni necə qoyulur, xahiş edirəm videonun şərh bölməsində qeyd edeyim, mən bunu sizə ayrıca bir videoda izah edeyim. 2 ATR təxmini buralara düşür, qoysaz, yəni sizin stop lossunuzun vurma ehtimalı çox aşağı olur. Ona görə rahatlıqla həmən bu konsolidasiya momentini gözləmək olar. Gözləntilərimiz nə ola bilər? Hal-hazırda gördüyünüz kimi, yəni qiymət 2600 dollardır və maksimal qiymət 4000 dollar olub və tarixi nəzər yetirsək, görərik ki, yəni haradasa 2022-ci ildən bəriyə kimi 4000 dollar, yəni 3900-4000 dollara, məxsus 4080 dollara qədər qiymət artmışdır və bu qiymətin ən azı, yəni bu qiymət səviyyələrinə qədər qalxma ehtimalı var. Ona görə yəni bu nöqtə giriş etsəz, alış, yəni buy versəz, yaxşı mənfəət qazanmaq olar. Təşəkkür edirəm baxdığınız üçün. Nə suallarınız olsa, videonun şərh bölməsində qeyd edin.
çalışacağım. Bütün sizin suallarınıza cavab verim. Hələlik.